Və bu gün sizinlə daxili güvən haqqında danışmaq istəyirəm. Daxili güvən deyəndə ümumiyyətlə nə başa düşülür və daxili güvən kimdə var, kimdə yoxdur? Yəqin ki, hər biriniz üçün maraqlı bir sualdır. Baxın, o insanlar ki, özünə güvənmir. Bir balaca paltar alsa belə dəfələrlə başqaları ilə bunu məsləhətləşir. İş seçimində, karyera seçimində öz potensialına güvənmir. Bayaq dediyim kimi balaca bir karandaş belə alırsa, onu mütləq kimləsə məsləhət eləyir. Daxilindəki o nura, o ilahi işığa, ilahi gücə, öz potensialına güvənmir. Amma daxili güvəni olan insan 100 minlik işi belə batırsa, bilir ki, o işıq, o güc hələ də oradadır. Yenə də cəhd eləyə bilər, yenə də başlaya bilər. Və daxili güvəni olan insan üçün uğursuzluq deyə bir anlayış yoxdur. O insan üçün sadəcə və sadəcə təcrübə var. Mən bir təcrübə yaşadım və nəticə olaraq bu təcrübədən aldığım bir dərs var. Və aldığı dərsə uyğun olaraq daha sonraki həyatını davam edir. Yəni bu şəkildə daxili güvəni olan insan özünə inanır, özünü sevir, öz güvəni yerindədir. Nə olursa olsun, tərk edilməkdən, yalnız qalmaqdan, kimsənin qıraqda onu alqışlamasından və s. Yəni ümumiyyətlə tək qalmasından və s. bunlardan qorxmur və onun ehtiyacı yoxdur ki, onu 100 nəfər alqışlayacaq ya da ümumiyyətlə bir nəfər olsun belə onu izləyəcək. Bunun üçün heç bir fərqi yoxdur. O sadəcə öz işindədir, öz işığının fərqindədir. Belə deyim ki, o günəş kimi parlamağa hələ də davam edir. Nə olursa olsun. Yəni, istər 100 insan onu alqışlasın, istərsə də 1000 insan onu negativə yönləndirsin. Bu nə işdə eləyirsən və yaxud da arxasıca danışsın və s. və ilaxır. Yəni, daxili güvəni yerində olan insan onun üçün qıraqdakı səslərin danışmasının heç bir əhəmiyyəti yoxdur. Onun üçün əhəmiyyətli olan özüdür, öz işığıdır və nə etmək istəyidir. Və daxili güvəni olan insanın həyatında nələr olur? Daxili güvəni bərpa edəndən sonra ondan sonra istənilən proqramı artıq ona birləşdirmək daha rahat olur. Daxili güvəni olan insanla, məsələn, çox qısa zamanda bolluq üzərində işləyib, blokajlarını aradan qaldırıb, çox qısa zamanda bolluğu həyatına çəkə bilər. Və yaxud da münasibətlər, və yaxud da, yəni deyirəm də, istənilən karyerada yüksəliş və s. İstənilən mövzunu daxili bolluq mövzusu ilə birləşdirib, daha sonra çox uğurlu nəticələr almaq olar. Çəki problemi olsun və s. Yəni, indi ağlıma gələnləri sizə deyirəm. Yəni, ona görə daxili güvən olduqca və olduqca çox əhəmiyyətli bir mövzudur. Daxili güvən varsa, onu istənilən şeylə birləşdirmək olar. Və biz inşallah 25 fevralda başlayırıq bolluq aktivasiyasına və yenə də deyirəm ki, bu bolluq aktivasiyasında, yəni Azərbaycanda bolluq çalışmalarının bir çoxunun şahidi olmuşam ki, necə aparılır. Bu nə meditasiya ilə, nə afirmasiya ilə, nə fərqli rituallarla görülən bir şey deyil və olmasını da diləmirəm. Yəni, bizi sağlam psixologiya nə deyir? Deyir, öncə daxili güvənin qaydasında olsun, ondan sonra zaten bolluq gələcək sənin həyatıma. Ona görə də məhz psixoloji olaraq daxili güvənimizin yaranmasında, yəni yetərsizlik, dəyərsizlik, güvənsizlik,
potensialımızın fərqində olmamaq və sairənin altında duran səbəb nədir görəsən? İlk öncə onu araşdırıb, daha sonra bolluq çalışmaları etmək. Deyə bilərsiniz ki, məsələn, fərqli səhifələrdə fərqli insanlar bolluq çalışmaları edirlər. Bəs necə olur ki, bu bolluq çalışmaları dəfələrlə paylaşılır ki, bu insanların kartlarına pul gəldi, ev oldu, münasibətlərdə yüksəliş oldu və s. Mən olmasını istisna etmirəm. Yəni, ola da bilər. Hətta bəzi ritualları ümumiyyətlə tövsiyə etmirəm. Bəzi ritualların fərqində olmadan insanlar bir çoxsu eləyirlər. Bəzi rituallar, İslami baxımdan deyirəm ki, bəzi ritualların, yəni ona şeytanların işi var o işdə. Ola bilər, yenə də deyirəm, bolluq gəlsin həyatınıza. Daha sonra bunun əzabını çəkərsiniz. Və eyni zamanda yenə də deyirəm, məsələ insanın həyatına bolluğun gəlməsi deyil. Bolluq gələ bilər çox insanın həyatına. Yəni dediyim kimi, burada fərqli texnikalar işlədib bolluğu çəkə bilərsiniz həyatınıza. Önəmli olan o bolluğun gələrkən sizi xoşbəxt etməsi və bolluq gələrkən sizin ona özünüzü layiq bilməyinizdir. Və hətta belə bir araşdırma aparılıb ki, dünyada jackpot udan insanlar çoxdur. Yəni, çox böyük məbləğdə pullar udan insanlar var. Bu pulların axırı necə olur? Və baxırlar ki, bir ildən sonra o insanların bir çoxusu ya hətta əllərində olan hər şeyi itərərək küçə həyatına gəlirlər, narkotik aludəçisi olurlar, ya da ümumiyyətlə intihar eləyirlər. Və bunun bilirsinizmi səbəbi nədir? Və bu bir çox proqramlarda işlənilməyən bir şeydir. Bunun altında yenə də daxili güvənsizlik dayanır. Və burada önəmli olan insanın layiq olmaq duyğusudur. Məsələn, siz adi, belə qısa bir psixoloji çalışma desəm ki, eləyin. Məsələn, düşünün ki, kartınızda 1 milyon manat pul var. Və bu zaman özünüzdə, bədəninizdə bir sıxılma hiss eləyirsinizsə, demək ki, daxili bir narahatlıq var. Və bu pula doğrudanmı özünüzü layiq bilirsiniz? Yəni, önəmli olan budur. Məsələn, sizə bir hədiyyə alınanda, sizə bir şey veriləndə təşəkkür edib şükür mü edirsiniz, yoxsa ay, bu mənə xəcalət verdi, mən bunun öhdəsindən necə çıxacam, bunun axırı necə olacaq və s. Yəni, siz özünüzü layiq bilmirsiniz. Və yaxud da, necə deyim, məsələn, gül almaq istəyirsiniz və bunu hər zaman qarşı tərəfdən istəyirsiniz. Yəni, nəticə etibarıyla şuur altında nə var? Layiq olmamaq var. Yəni, qarşı tərəf vermirsə, verməsin. Özün əgər həqiqətən də onu özünü layiq bilirsinsə, bunu niyə də özünə almırsan? Və buradan demək istədiyim nədir? Yenə də deyirəm ki, əgər həyatınızda bolluğun olmağını istəyirsinizsə, daxili güvən çox önəmlidir. Və 25 fevralda başlayır bizdə bolluq aktivasiyası və bu bolluq aktivasiyasının ilk növbədə çox sağlam bir proqram qururuq. Daxili güvənimizi yaradırıq, özümüzü sevməyi, özümüzə inanmağı, özümüzü layiq bilməyi, öz güvənimizi yenidən bir sıfırdan bina inşa edilmiş kimi edirik. Daha sonra zaten dediyim kimi bolluq həyatımıza gəlir və bunun üçün də qısaca bəzi çalışmalar, texnikalar edirik. Bu qədər. Sağ olun, salamat qalın.